Bu qazanxananı da yekunlaşdırdıq. Buranın tək konturlu baymaq qazanı ilə yığmışıq. Bir kontur radiatorların, ikisi SSD döşəmənindir. Bu sistem haqqında ayrıca bir videomuz olacaq. Ətraflı məlumat paylaşacağım. Belə qısa bir video çəkirəm hələ ki. Bu soyuq suyun kollektoru, həmçinin də yumuşaltma üçün də burada əlavə yer qoymuşuq. Bura isə isti suya aid sistemdir. İki genişlənmə çəni də var. Biri sistemin özünün, biri isə boilerin. Boilerə əlavə ten xətti də vermişik. Qaz olmayanda boileri isitmək mümkün olsun. Boilerin litrajı isə 280 litrdir. Belə, mənzil sahibi üçün xeyirli olsun. Arzusunda olanlara inşallah Allah nəsib etsin. 52 dərəcə kanalını izləyirsiniz. Növbəti videoda ətraflı paylaşım olacaq.